Əsas müzakirə istiqamətimiz Azərbaycan, Pakistan və Türkiyə birliyinin dünyaya verəcəyi mesaj. Bu kontekstdə Ermənistan-Türkiyə münasibətləri, Azərbaycan-Ermənistan münasibətləri olacaq. Studiyamızın qonağı var, siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, hər vaxtınız xeyir olsun, xoş gördük sizi studiyamızda. Xoş gördük. Əhməd bəy, birinci ondan başlayaq ki, elə biraz öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyi xəbəri təsdiqləndi. Həmçinin də Müdafiə Naziri Yaşar Gülər böyük ehtimalla biz Azərbaycan, Türkiyə və Pakistan hərbçilərini də birlikdə görə biləcəyik bu paradda. Hələ ki, məlumatın detalları bəlli olmasa da, liderlərin Azərbaycana gəlməsi, Zəfərin 5 illik yubileyində bu paradda iştirak etməsi əslində siyasi baxımdan hansı mahiyyəti daşıyır? Bəlkə xanım, mən də ARB24 izləyicilərini salamlayıram. Əslində çox böyük siyasi mesaj var. İlk növbədə həm Azərbaycan, Türkiyə və Pakistan xalqına, bu üç ölkənin vətəndaşlarına birlik, həmrəylik, dayanışma mesajı verir. Eyni zamanda bütün dünyaya bir mesajdır ki, artıq üç ölkə uzun illərdir ki, tarixi qardaşlıq əlaqələrinə malikdirlər. Həm 1-ci Qarabağ müharibəsində Azərbaycana göstərilən dəstək baxımından, həm də 2-ci Qarabağ müharibəsində zəfərin əldə edilməsində həm qardaş Türkiyənin, həm də qardaş Pakistanın çox böyük siyasi, diplomatik dəstəyi oldu və bu iki ölkə dünyada yeganə ölkələrdir ki, Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə Ermənistanla heç bir diplomatik əlaqələr qurmamışdılar ki, bu da Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir və artıq üç ölkə liderinin Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə bir araya gəlməsi, istər Laçında, istər Şuşada, Xankəndidə Rəcəb Tayyib Ərdoğanın, cənab İlham Əliyevin və baş nazir Şahbaz Şərifin birlikdə olması bu çox böyük bir tarixi mesajdır və nəhayət o böyük qələbənin 5-ci il dönümündə yenə Azərbaycan, Türkiyə və Pakistan liderləri belə bu ölkənin hərbiçilərinin bu hərbi paradda Azərbaycan ordusu ilə, Azərbaycan əskərləri ilə, zabitləri ilə birlikdə bu hərbi paradda addımlanması təbii ki, qürur vericidir və bir daha bütün dünyaya o dostluq, bərabərlik mesajını verir. Çünki həqiqətən də bu mesajın verilməsi çox önəmlidir. Dünyanın müxtəlif bölgələrində, belə Cənubi Qafqazda da zaman-zaman təxribat törətmək istəyən xarici qüvvələr var. Bugün Cənubi Asiyada, Pakistan ətrafında, istər Pakistan, Hindistan olsun və bu günlərdə ən çox danışılan Pakistan-Əfqanistan gərginliyi ilə bağlı həqiqətən də bir ehtiyac var. Həm Azərbaycan, Türkiyə və Pakistan xalqlarına, həm də bu üç ölkəyə qarşı təxribatlar törətmək istəyən o xarici qüvvələrə bu qardaşlıq mesajını bir daha çatdırmaqda fayda var. İstəyərdim ki, biraz da Ermənistan daxilindəki proseslərdən danışaq. Əhməd bəy, az öncə xəbəri də tamaşaçılarla bölüşdük. Hazırda bu nefsisyanların vəkilləri Araz Zöhrabyan çox aktiv şəkildə fəaliyyətə keçib. Hesab olunur ki, təkcə bir nəfərin ifadəsi ilə onlara qarşı, yəni 2-ci Qareginin qardaşı və qardaşı oğluna cinayət işi açılıb, onların məhkəmədə dindirilməsi məsələsi olub və həbsi ilə bağlı artıq müraciət ünvanlanıb. Bu günlərdə Ermənistan daxilində vəziyyət kifayət qədər gərgindir və bu nefsisyanlar olsun, ondan öncə Qukasyan olsun və digər şəxslər olsun, hər biri ilə bağlı ciddi şəkildə Paşinyan hərəkətə keçib. Bu xırda bir detal kimi hətta qəbul oluna bilər bu proseslərin içində, amma 2-ci Qareginə çox sanki az bir məsafə qalıb. Əvvəlcə qardaşı oğlu, növbəti mərhələdə 2-ci Qaregin ola biləcəyi ilə bağlı ehtimallar var. Amma hələ ki, tam olaraq hüquqi baza tapa bilmir. Deyək ki, bəlkə də var, amma bunu ortaya çıxarmır. Paşinyanın 2-ci Qaregini həbs etməsi üçün əlində bir faktı və yaxud da deyək ki, bir əsası yoxdursa, hansısa bir formada həbs oluna bilərmi o? Bunları etdikləri kimi. Ermənistanda artıq seçki öncəsi hakimiyyət uğrunda mübarizə dərinləşməkdə davam ediyor. Xüsusən də Nikol Paşinyan iqtidarı ilə erməni kilsəsi arasında mübarizə dərinləşir. Bir müddət bundan öncə erməni bir rahibin müəyyən bir şəxsi görüntüləri yayılmışdı və bu erməni kilsəsinin nüfuzuna ciddi bir zərbə idi. Təbii ki, bütün bu proseslər 2-ci Qareginin kilsənin başından götürülməsi və daha çox Nikol Paşinyana və onun komandasına, onun siyasətinə layal bir siyasət yeridən bir keşişin erməni kilsəsinin rəhbərliyinə gətirilməsidir ki, belə bir keşiş də artıq var. Nikol Paşinyan daha çox ona belə deyək də
dəstək verməklə erməni kilsəsində hakimiyyəti dəyişdirməyə çalışır. Təbii ki, erməni kilsəsi də boş dayanmır. Xüsusən də bölgələrdə, əhali ilə görüşlərdə ki, bölgələrdə erməni kilsəsinin nüfuzu daha çoxdur. Xalqı seçki öncəsi Nikol Paşinyana qarşı birləşməyə təşviq eləyirlər. Bu istiqamətdə ciddi təbliğat aparılır. Təbii ki, bu cür həbslər bundan sonra da davam eləyəcək. Yəni, 2-ci Qareginin ətrafında o həlqə daralmaqda davam eləyir. Mən inanmıram ki, 2-ci Qareginin özünün həbsi mümkün olsun. Çünki bu çox kritik bir məsələdir, çox həssas məsələdir. Ən azı 2026-cı il iyun seçkilərinə qədər Nikol Paşinyan belə bir riskli addımı atmaz. Çünki 2-ci Qareginin seçkiyə qədər həbs olunması bu ümumiyyətlə prosesləri Nikol Paşinyanın özünün əleyhinə çevirə bilər. Çünki bir var kilsədə ayrı-ayrı rahiblərin həbs edilməsi, onların istintaqa cəlb edilməsi, bir də var erməni kilsəsinin başında duran bir şəxsin, əsas dini liderin həbsi. Bu təbii ki, seçki öncəsi insanların küçələrə axışması, kütləvi etirazlara səbəb ola bilər. Hətta Nikol Paşinyana səs vermiş, onun tərəfində olan sıravi erməni vətəndaşların belə buna etiraz etməsinə gətirib çıxara bilər. Amma bu cür ətrafında olan şəxsləri və ya yaxın qohumlarını həbs etməklə bu 2-ci Qaregini bir qədər küncə sıxışdırmaq, onu bu siyasi proseslərdən geri çəkinmək və ən azından neytrallığını qorumağa məcbur etməyə çalışır ki, bu artıq mümkün deyil. Çünki Nikol Paşinyan iqtidarı ilə erməni kilsəsi arasında artıq bütün körpülər yandırılıb. Bundan sonra artıq mübarizə daha da dərinləşir və nəzərə alsaq ki, erməni kilsəsinə xaricdən də dəstək var. Xüsusən də Rusiyadan, Avropadan dəstək var. Belə olan halda bu artıq siyasi mübarizənin daha da dərinləşməsinə aparıb çıxaracaq. Bu cür istintaq hərəkətləri, bu cür həbslər təbii ki, gözlənilir. Amma 2-ci Qareginin özünün həbs olunması üçün hər hansı bir sübut, dəlil yoxdur və bu, hərçənd ki, Nikol Paşinyan açıqlamalarında bildirir ki, 2-ci Qaregin artıq o subaylıq andını pozub, onun nikahdan kənar bir övladı var. Bu şərtlərdə o erməni kilsəsinə rəhbərlik eləyə bilməz. Ən uzağı 2-ci Qaregini bu kimi səbəblərlə erməni kilsəsindən uzaqlaşdırmaq mümkündür ki, artıq növbəti mərhələdə onun həbs olunub olunmaması gündəmə gələ bilər. Amma aktiv şəkildə erməni kilsəsinə rəhbərlik etdiyi bir... Həbs olunsa da, Əhməd bəy, qəhrəmana çevrilə bilər deyə bir narahatlıq da var. Nikol Paşinyan özünün hakimiyyətə gəldiyi o illəri, 2018-ci ili xatırlayır ki, bu təzyiqlər siyasi bir şəxs olsun və ya dini rəhbər olsun, onu xalqın gözündə qəhrəmana çevirəcək. Ona görə bu riskə getməz, amma onun ətrafını həbs etməklə, istintaqa cəlb etməklə təbii ki, Nikol Paşinyan iqtidarı erməni kilsəsinə təzyiqləri artırır və seçkiyə az müddət qalmış daha da bu təzyiqlərin artacağı gözlənilir. Əhməd bəy, istəyərdim ki, haşiyə çıxaraq bir xəbər tamaşaçılarla bölüşüm. Azərbaycan prezidenti dedi ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxış eləyib, iştirak eləyib. Həmin o yekun tədbirlə bağlı qısa bir görüntü var. Həmin görüntüləri ekrana gətirək. Bəli, Azərbaycan prezidentinin iştirakı ilə bağlı. Azərbaycan Milli Elmlər Akademiyasında 80 illik yubileylə əlaqədar olaraq tədbir keçirilib. Azərbaycan prezidentinin bu tədbirdə iştirak etdiyi və çıxış elədiyi deyilir ki, haşiyə çıxaraq bu məlumatı sizinlə tamaşaçılarımızla bölüşdüm. İstəyərdim ki, biraz Türkiyə-Ermənistan münasibətlərindən danışaq. Çünki Türkiyə tərəfindən də bir açıqlama var. Türkiyənin Böyük Birlik Partiyasının sədri açıqlama verib. Deyib ki, Türkiyənin qırmızı xətti Ermənistanla münasibətdə Azərbaycandır. Nə zaman Azərbaycanla münasibətlər düzələcək, Türkiyədə münasibətlərə o kontekstdən yanaşır. Bilirik ki, Türkiyə və Azərbaycan hər zaman bu məsələdə birlikdə hərəkət ediblər. Amma indi Ermənistan Türkiyə ilə bağlı yumşaldıcı addımlar atır. Misal üçün möhürlərdən o Ağrı Dağı simvolunu çıxardır və deyir ki, biz Türkiyə ilə sərhədlərimizi açmaq istəyirik. Türkiyə ilə münasibətlərimizin pozulmasında Rusiya səbəbi olub və digər məsələlər. Bunun üzərindən danışsaq, Azərbaycana da xeyli yumşalma var. Türkiyə bu mərhələdə artıq Azərbaycanı qismən kənara qoyub Ermənistanla münasibətlərini tənzimləməyə çalışa bilərmi? Ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında heç
heç bir problem, fundamental bir problem yoxdur. Yəni 10 illiklər bundan öncə Ermənistanda bilirsiniz ki, o 1915-ci il hadisələrini üzərində manipulyasiya edib Türkiyəyə qarşı, qondarma erməni soyqırımı adı altında o hadisələri Türkiyəyə qarşı istifadə etməyə çalışırlar. Amma son illərdir bu tendensiya artıq səngiyib və xüsusən də 2020-ci il müharibəsindən sonra Türkiyənin Ermənistanla münasibətlərində yeganə bir şərt var. Qırmızı xətt olaraq rəsmi Ankara bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, Azərbaycanın ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığı və bütün o bölgədəki maraqları Ermənistan tərəfindən nəzərə alınsa, Türkiyə qısa bir müddət ərzində Ermənistanla əlaqələri yenidən bərpa edə bilər. Hətta iki ölkə arasında, Türkiyə ilə Ermənistan arasında normallaşma ilə bağlı komissiyalar var. Hər iki tərəfdən nümayəndələr var. Zaman-zaman görüşürlər sərhəddə və ya xarici ölkələrdə. Bununla bağlı təbii ki, Türkiyənin rəsmi mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan irəli sürdüyü şərtlər yerinə yetirildiyi təqdirdə Ermənistan tərəfindən Türkiyədə həm diplomatik əlaqələri bərpa edə bilər, sərhədlərin açılması, qarşılıqlı ticarət kimi məsələlər. Təbii ki, burada Azərbaycanı ikinci plana salmaq mümkün deyil. Belə bir tendensiya da yoxdur. İndi hansısa bir müxalif Türkiyə siyasətçiləri zaman-zaman çağırışlar edə bilərlər, amma bizim əsas düşündürən rəsmi Ankaranın mövqeyidir. Elə bir azalma və ya geri addım atmağa yönəlik bir tendensiya hiss olunmur. Siyasət dəyişməz olaraq qalır. Azərbaycan Ermənistan arasında sülh müqavilə imzalandıqdan sonra Türkiyədə münasibətləri normallaşdıracaq. Zaten Türkiyə ilə Ermənistan arasında atılan bu addımlar, bu nümayəndələrin görüşləri Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilir. Yəni varmı bizim bir gözləntimiz bu istiqamətdə Türkiyədən? Yoxsa artıq bu mərhələdən sonra bizim üçün də bir o qədər fərqi yoxdur. Türkiyə-Ermənistanla münasibətlərini düzəldə bilər. Təbii ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu qarşılıqlı ticarət əlaqələri, çünki təqribən 10 gün bundan əvvəl ölkə başçısı bəyan elədi ki, Ermənistana daşınacaq o tranzit yük daşımaları üçün Azərbaycan öz ərazisində istifadəyə icazə verir. Bu cür embargolar, bu cür sanksiyalar qaldırılandan sonra, Ermənistanla əlaqələr bərpa olunandan sonra Türkiyənin Ermənistanla əlaqələrini bərpa etməməyə bir səbəbi qalmır. Təbii ki, normaldır qonşuluq münasibətləri və Ermənistanın da həm konstitusiyasında, həm dövlət rəmizlərində Azərbaycana, Türkiyəyə yönəlik bəzi ərazi iddiaları var. İstər Ağrı dağın şəkli olsun, istər digər simvollar olsun ki, onlar da öz həllini tapdıqdan sonra Türkiyə-Ermənistanla münasibətlərini bərpa eləməsi Azərbaycan üçün heç bir problem daşımır. Əksinə, bu Ermənistan kiçik bir ölkədir. Türkiyə ilə əlaqələri bərpa etdikdən sonra tamamən Türkiyənin həm iqtisadi, həm ticari və siyasi təsir altına düşür. Türkiyə malları, Türk mallarının Ermənistan bazarlarına çıxışı bu elə Azərbaycanın milli maraqlarındadır ki, Ermənistan elə ən yaxın tərəfdaşları Azərbaycan və Türkiyə olsun, gedib Rusiya ilə və ya İranla əlaqələr qurub, yenidən nə vaxtsa gələcəkdə Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları irəli sürməsin. Bu baxımdan Türkiyənin Ermənistanla yaxınlaşması təbii ki, Ankara və Bakı arasında koordinasiyalı məsləhətləşmələr fonunda bizim milli maraqlarımıza uyğundur və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra, əlaqələr bərpa olunduqdan sonra təbii ki, Türkiyənin də Ermənistanla münasibətlərinin bərpası gözləniləndir. Bir məsələni də biz əgər Türkiyədən danışırıqsa, Türkiyə ilə yaxın şərqdə də əməkdaşlıq etməkdə Azərbaycan hər zaman maraqlı olub. Hətta bəzən yerindən oynayan daşları da yerinə otuzdurmaq istiqamətində vasitəçilik eləyib. Bu dəfə də verilən xəbərlərdə deyilir ki, Qəzzada ümumiyyətlə hərbi kontingent göndərəcək ölkələr arasında biz Azərbaycanın da adını görə bilərik. Pakistan və Azərbaycanın adı çəkilir. Hər iki ölkə ilə yaxşı münasibətə sahib olan ölkələr kimi xüsusilə də. Azərbaycanın Qəzzaya sizin fikrinizcə hərbi kontingent göndərmə ehtimalları nə qədərdir? Ümumiyyətlə, Əfqanistanda biz belə bir missiyanın, sülh məramlı missiyasını yerinə yetirmişik. Zaman-zaman da bu təqdir də olunub. İndi Qəzzada belə bir missiyanı yerinə yetirmə imkanları necə dəyərləndirilir? Üstəlik, gərginlik tam səngimiyib orada.
ABŞ prezidenti Donald Trumpın yaxın şərqdə sülhün əldə olunması ilə bağlı 20 maddəlik bir planı var, sülh planı var və həmin sülh planında atəşkəsin əldə olunması, sülhün imzalanması, girovların dəyişdirilməsi, bu məsələlər artıq qismən də olsa həll olunub. Artıq bütün sağ İsrailli girovlar geri qaytarılıb, ölmüş girovların da cəsədləri qaytarılıb, bir neçəsi qalıb. Həssasdır, sizin dediyiniz kimi, hələ ki davamlı və qalıcı bir atəşkəsdən söhbət gedə bilməz. Zaman-zaman atəşkəs pozulur və bu plana əsasən bu Donald Trumpın şəxsi təşəbbüsüdür ki, xüsusən də müsəlman ölkələrindən ibarət hərbi kontingent yaxın şərqdə atəşkəsə, sülhə, stabilliyə nəzarət eləsin və orada Azərbaycanın da adı çəkilir. Bu təsadüf deyil, çünki məhz avqustun 8-də Ağ Evdə imzalanan o üçlü anlaşmadan başqa ABŞ və Azərbaycan arasında da strateji müttəfiqlik anlaşması imzalanıb ki, bu Azərbaycanın ABŞ-la yaxınlaşmasını bir daha göstərir və Azərbaycanın sizin də qeyd elədiyiniz kimi Əfqanistanda sülhməramlı missiya, ABŞ-ın rəhbərliyi altında sülhməramlı missiyanın tərkibində çox uğurlu xidməti olub. Zaman-zaman ABŞ Dövlət Departamentinin açıqladığı terrorla mübarizə illik hesabatında Azərbaycan hər zaman yüksək yerdə göstərilib. Burada yaxın şərqdə də Azərbaycan silahlı kontingentinin iştirakı ABŞ tərəfindən arzu olunandır. Bunu İsrail də dəstəkləyir. İsrail-Azərbaycan münasibətləri kontekstində. Amma Azərbaycan bu məsələdə bir qədər ehtiyatlı davranır. Çünki hələ ki adı çəkilən ölkələr Azərbaycan, Türkiyə, Misir, İordaniya, Pakistan, Qətərdir. Azərbaycan bir qədər ehtiyatlı davranır. Çünki hələ də atəşkəs tam şəkildə bərpa olunmayıb, təmin edilməyib. Zaman-zaman atışmalar, əməliyyatlar gedir. Belə bir həssas məqamda Azərbaycanın ora ordu, əskər göndərməsi bir qədər risklidir. Çünki Azərbaycan hər zaman yaxın şərq məsələsində daha çox humanitar aspektdən yanaşıb, orada humanitar fəlakətin aradan qaldırılması. Mən düşünmürəm ki, Bakı bugün Fələstinə, Qəzza zolağına hərbi kontingent göstərməyə hazırdır. Hələ ki, balanslı siyasəti qorumağa çalışır. İlk növbədə ərəb ölkələrinin özündən bir ilk addım atılsa, daha sonra Türkiyə, Pakistan da ora öz silahlı qüvvələrini göndərə bilsə, bəlkə növbəti mərhələdə Azərbaycan buna qərar verə bilər. Amma Azərbaycan bugün humanitar yardım qrupları, fövqəladə hallar qrupları, təcili tibbi yardım qrupları göndərə bilər. Çünki bu Azərbaycanın elə humanitar siyasətinə, humanist siyasətinə uyğundur. Amma hələ dediyim kimi silahlı birliklərin göndərilməsi rəsmi Bakı bir qədər ehtiyatla yanaşır. Əhməd bəy, təşəkkürümüzü bildirim. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Bəli, biz bir neçə məsələdən danışdıq və müzakirələrimizi apardıq. Sırada bir sujetimiz olacaq.